Gəldiyimiz bu mübarək ev Əli əleyhissalamın evidir ki, Əli əleyhissalam xanım Ümmülbəni ilə, yəni xanım Fatimə idi onun adı. Ümmülbəni ona görə deyərdilər ki, oğullar anası idi. Və Əbəlfəz ağanın anası idi ki, Həzrət Əli əleyhissalam xanım Ümmülbəni ilə bərabər və öz övladları İmam Həsən, İmam Hüseyn, Əbəlfəz ağa və xanım Zeynəblə bərabər bu evin içərisində yaşayır. Və bu gördüyünüz bu kiçik otaq, balaca bir otaq İmam Həsənlə İmam Hüseyn əleyhissalamın otağı olur. Ki inşallah keçin, ziyarət edin, gəlin. Sonra bu tərəfdəki yerlərdə göstərərik inşallah. Və bizim sol tərəfimizdə olan yerlər isə, otaqlar isə Həzrəti xanım Zeynəbin, Ümmülbəninin və Əbəlfəz ağanın otaqları olub və həmçinin də o tərəfdə Həzrət Əli əleyhissalamın evinin quyusu var idi ki, həm o quyudan o vaxtı su çəkərdilər, həmçinin də Həzrət Əli əleyhissalam öz dərdlərini o quyuya danışardı. Bu gördüyünüz yer isə Həzrət Əli əleyhissalamın zərbətlənəndən sonra, şəhadətə yetəndən sonra Ramazan ayının 19-cu günündə zərbətləndi, 21-ci günündə Həzrət Əleyhisselam şəhadətə yetəndən sonra İmam Həsən və İmam Hüseyn Əleyhisselamın tərəfindən bu yerdə cənazə qüsulu verildi və bu kiçik otaqda isə Həzrət Əleyhisselam kəfənləndirildi. Allah bütün Əhl-i Beytin qatillərinə başda İbn-i Mincəm olmaqla əbədi lənət eləsin inşallah. Ələ lənətullahi ələl qavməs-salihin.